Zikri müsibətə yaxınlaşdım. Eyb yox, qoy elə zikri müsibət deyim. Amma bu zikri müsibətdən qabaq bunu deyim sizə. O ağıl ki vəhiydən uzaq düşdü budur. İnsan fironlaşır. Və Bəni Ümeyyə də bu vəhyi bəşəriyyətin əlindən almaq istəyir. Həm Sufyanın sözünü dedim sizə, həm Muaviyyənin sözünü dedim sizə, həm Yezdin sözünü dedim sizə. Əbu Sufyan dedi, nə cənnət var, nə cəhənnəm var. Bunu kim deyir? Əhl-i Sünnə alimi İbn Əbil Hədid 15-ci cild səhifə 175. Əhl-i Sünnə alimi deyir. Dedi, Əbu Sufyan dedi, nə cənnət var, nə cəhənnəm. Muaviyyə nə dedi? Dedi, Peyğəmbərin adını silmək istəyirəm tarixdən. Bu da İbn Əbil Hədid cild 5 səhifə 129. Yezid nə dedi? Elə ki o başı gətirdilər, dünən gecə dedim, gətirdilər, qoydular bu Yezidin qabağında. Əlindəki bir çubuq ki var idi. Gətirdi, vurdu İmam Hüseyni, vura-vura dedi. La xəbərun cəə və la vəhyun nəzəl. Nə xəbər gəlib o tərəfdən, nə vəhiy var. Vəhiy boş bir şeydir. Və la vəhyun nəzəl. Kim deyir vəhiy? Vura-vura dedi. Ondan sonra dedi, kaş babalarım qəbirdən qalxaydı, görəydi necə qisas aldıq. Əlidən qisas alırlar bunlar. Əlidən qisas alıblar bunlar. İmam Hüseyin üzünü tutdu Kərbəlada, dedi, nə istəyirsiniz məndən? Bizə nə cavab verdilər? Dedilər, boğzənli əbik, atava olan kinimiz, küdurətimiz. Səndən acıq çıxmağa gəlmişik. Məgər Əmirül-Müminin nə üzərində müharibə elədi? Onlar müşrik idilər. Əmirül-Müminin vəhy evində, ağuşunda, Peyğəmbərin ağuşunda böyümüşdü. Bəli. Bu İmam Hüseyin ağa bu vəhyi qorumaq üçün, dini qorumaq üçün nələrdən keçdi, nələr verdi. Yaxınları, balaları. Canımız sənə qurban, Əbu Abdullah Hüseyin. Canımız sənə qurban, ağacım. Çox əziyyət çəkdim. Ona görə insanların qəlbində bu qədər məhəbbət var, ha? Uşaq ağlayır, böyük ağlayır. Ərbəyin dəhşətdir də. Adam baxır orada, o bir yer var da, bütün bayraqlar asırlar, bütün ölkələrdən gələn bayraqlar asırlar. Baxırsan, ağ dəri, qara, fərqi yoxdur, irq, din. Hamı gəlib Hüseynin şəminə pərvanə olub. Sevirlər, bu fitridir, fitri. Hüseyin məhəbbəti fitridir, mənim qardaşlarım, mənim bacılarım.